Beşinci panel müzakirəmizə başlayırıq. Mövzumuz ödəniş və hesablaşma sistemləridir. Moderator Ramil Mahmudov, Mərkəzi Bankın Ödəniş Sistemləri və Məhsullarının İnkişafı Departamentinin direktor müavini dəvət edilir. Ramil müəllim, buyurun, digər spikerləri siz dəvət edin. Salam deyirəm hər kəsi. Sağ olsun Yunus müəllim yenə nahardan sonraki paneli mənə etibar elədi. Bilirəm, nahardan sonra hər kəsi deyir o, ayaqda saxlama belə də rahat bir məsələ deyil. Amma çalışacaq, topiki maraqlı edək ki, hər kəs diqqətlə qulaq alsın, maraqlansın, faydalansın. Çıxış üçün mən spikerləri dəvət etmək istərdim. Mərkəzi Bankdan həmkarım Tofiq Acırqayevi, Sivil Beynəlxalq Ödəmə Təşkilatının Hikmət Can Yılmazsoy, Ödəniş İnnovasiya Konsalting şirkətindən Dr. Michael Selmanı və Azərbaycan Fintech Assosiasiyasının İdarə Heyətinin üzvü Rasim Xan Məmmədov. Buyurun. Təşəkkür edirəm hər kəsə bu vaxta qalıb bizi dinlədiyiniz üçün və panelimiz həqiqətən də maraqlı mövzunu əhatə eləyir. Ödəniş və hesablaşma sistemləri haqqında çalışacaq bir həm ölkə daxilində görülmüş işlər, eyni zamanda beynəlxalq təcrübədə trendlər, bu sahədə hansı innovasiyalar var, bunlarla bağlı məlumat verməyə çalışacağıq. Ümumiyyətlə, bizə qədər, bizim panelə qədər yəqin dinlədinizsə, bir sıra məlumatlar təqdim edildi və Mərkəzi Bank tərəfindən son il ərzində ödəniş və hesablaşma sahəsində bir sıra yeniliklər olmuşdur. Məqsədimiz ümumiyyətlə bu sahənin dinamik inkişafı ilə bağlıdır və tədricən beynəlxalq trendlərə uyğunlaşdırılmasıdır. Mən fürsətdən istifadə edib təxminən 2-3 slaydlıq təqdimat hazırladım. Ümumiyyətlə, son il ərzində Mərkəzi Bank tərəfindən ödəniş sistemləri sahəsində nə işləri gördük və sonradan daha geniş sistemlər üzrə məlumatı həmkarım Tofiq bəy məlumat verəcəkdir. Kliker olsaydı. İlk növbədə məlumat vermək istərdik ki, ümumiyyətlə, hər bir beynəlxalq təcrübədə və yaxud da ölkə daxilində olduğu kimi ilk növbədə hər şey ilk növbədə qanunvericilikdən başlayır və ötən il ərzində bir sıra Mərkəzi Bank tərəfindən bir sıra qanunvericilik aktlarına, eləcə də normativ hüquqi sənədlərə dəyişikliklər və yeniləmələr edilmişdir. Əlbəttə ki, bunlar səbəbsiz deyil. Çünki innovasiyalar, yeni məhsullar, yeniliklər həyata keçirilərkən burada mütləq qaydada həmin yeniliklərin də müvafiq qanuni tərəfi qanuniləşdirilməsi həyata keçirilməlidir. Məhz ekranda gördüyünüz ötən il ərzində əsas gözə görünən, bazara birbaşa təsir olan qanunvericilik aktlardır. İlk ödəniş əməliyyatının aparılması və ödəniş alətlərinə dair qaydadır və bu qaydanın əsas yeni qaydadır, daha doğrusu yeniliklər var, düzəlişlər. Əsas sıra burada tərəflər arasında köçürmələrin məhz kart-to-kart, bildiyimiz bazarda bu tanınan kart-to-kartın artıq ani ödənişlər üzərinə gətirilməsi, eyni zamanda aşkar ödənişlərinin məcburiyyəti ilə bağlı müvafiq tələblərdir, dəyişikliklər edilmişdir. Bir sıra xırda dəyişikliklər də var, mən onları vaxtda belə deyək ki, itirmək istəməzdim. İkinci, ödəniş xidmətləri təsisatçılar arasında hesablaşma həyata keçirilməsi qaydası. Bu tamamilə yenilənmiş bir qaydadır, günün tələblərinə uyğun olaraq.
özündə bu gün Mərkəzi Bankın operator olduğu sistemlər üzrə sistemlərə qoşulması, xüsusən də yeni təşkilatların, fintechlərin sistemlərə qoşulması ilə bağlı tələblər, formatlar, bildiyiniz kimi eyni zamanda Mərkəzi Bank tərəfindən ISO standartına keçirilmişdir ödəniş sistemlərində. Həmin formatlara uyğun ödəniş tələbləri, ödəniş formatları sənəddə qeyd olunur. Bir qədər texniki eyni zamanda belə deyək, hüquqi çərçivəni əhatə edir. Kifayət qədər məlumat verici sənəddir və mən hər bir ödəniş sahəsində çalışan həmkarlarımdan xahiş edərdim ki, bu sənədlə yaxından tanış olsunlar və çox faydalı sənəddir. Bir sənəd ödəniş sistemində iştirakçılar arasında tətbiq edən interchange xidmət haqqı. Interchange bununla bağlı Vüsal müəllim bugün öz çıxışında toxundu. Əlbəttə ki, bazarda xidmətlərin təqdim edilməsi üçün mütləq qaydada adekvat xidmət haqqları da olmalıdır və bu il biz həm BKM tərəfdə kart ödənişləri üzrə, eyni zamanda ani ödənişlər sistemlərində interchange haqqlarını ortalama təxminən 0,25% təxminən endirdik və bu bir başlanğıcdır. Əlbəttə, məqsəd burada tariflərin bazar üçün əlçatan, xüsusən də bazar iştirakçıları üçün cəlbedici olmasını təmin etməkdir. Və sonuncu, daha doğrusu, ani ödənişlər sistemində iştirakçıların fəaliyyətinin tənzimlənməsi qaydası bu, belə deyək, sektorda daha çox SLA sənədi kimi tanınır və burada sistem iştirakçılarla bağlı tələblər, prosedurlar, baş verən risklər, bu zaman fəaliyyətin tənzimlənməsi, yəni A-dan Z-yə bütün daha çox detallı şəkildə qeyd olunmuşdur. Eyni zamanda AOS üzərindən təqdim olunan xidmətlərin siyahısı, təşkilatların qoşulması və s. prosedurlar burada qeyd edilmişdir. Sonuncu sənədimiz əlbəttə ki, daha ətraflı bununla bağlı bugün bir neçə dəfə məlumat verildi. Azərbaycanda yeni bir ödəniş vasitəsi var, QR ödənişlər və bu QR ödənişlər üzrə ölkə üzrə standartları müəyyən edir. Əlbəttə ki, bu standartların olması artıq əsas üstünlüyü ondan ibarətdir ki, standart tam beynəlxalq platform, beynəlxalq standart üzərində yazılmışdır və bu da öz növbəsində bizə imkan verəcək ki, gələcəkdə bizim QR ödənişlər digər ölkələrin də QR ödənişlər inteqrasiya olunsun və eyni zamanda da digər ölkələrə eyni IMV kod standartını dəstəkləyən QR ödənişləri də bizim ekviring şəbəkəsində qəbul edilsin və inanıram ki, bu banklar üçün kifayət qədər üstünlüklər gətirmiş olacaq. Bu arada bu işdə əmək olan bütün həmkarlarıma təşəkkür bildirmək istəyirəm. Ümumiyyətlə, göstəricilərə baxsaq, bu bizim yanvar-may ayını əhatə eləyir. Dövriyyəmiz kifayət qədər artmışdır və kifayət qədər proqres əldə olunmuşdur. Məsələn, AOS üzrə dövriyyət artıq 3 dəfəyə yaxın artaraq 1 milyarda, sonuncu göstərim 1 milyarda yaxın çatmışdır. Belə deyək də, son 5 ildə sistem yaranana qədər hələ bu boyda dövriyyə heç vaxt AOS-də olmamışdır. Və bizi sevindirici haldır ki, artıq banklar aktiv şəkildə AOS-ün ani ödənişlər sistemi imkanlarından aktiv şəkildə istifadə etməyə başlayırlar. Əməliyyat sayında 4,5 dəfə artım var. Hətta 9 milyona yaxın çatıb əməliyyat sayı. Bu kifayət qədər həm bizim üçün də challenge-dir bir mərkəzi bank olar. Çünki biz bütün sistemlərin də resurslarını, imkanlarını artıb. Düzdür, sistemin imkanları daha çoxdur, amma əlbəttə ki, hər dövrü artdıqca bu bizə eyni zamanda sistemin dayanıqlığını sabit işləməsi üçün də bir mesaj deməkdir. Və sevindirici hal ondan ibarətdir QR dövriyyəsi. Baxmayaraq ki, biz bunu qısa dönəmdə, ötən ilin noyabr ayında ASQR standartı qəbul edildi və bu ilin əvvəlindən banklarla aktiv şəkildə bu işlərə başladı. Artıq QR dövriyyəsi əməliyyat həcmi 22 milyon manata çatmışdır. Bu son deyil və bilirik ki, bu dövriyyənin böyük bir potensialı var və əməliyyat sayında 8,8 dəfə artım olmuşdur. Eyni zamanda bizim hal-hazırda həyata keçirdiğimiz layihələrdən biri də hesablaşmaların HÖKS-dən hal-hazırki HÖKS sisteminə, hökumət ödəniş portalı üzrə hesablaşmaların ani ödənişlərə keçirilməsidir. Artıq 16 bank bu hesablaşmaları ani ödənişlər üzərinə həyata keçirilir və burada da artıq təxminən dövriyyə 46 milyon manata çatıb, amma bu potensial burada təxminən 1 milyard hədəflənir. Yəni, burada da kifayət qədər görüləcək işlər var və bu işlərimiz davam edir. Göründüyü kimi, infrastruktur üzrə baxsaq, 44 dəfəyə yaxın əməliyyat sayında bizdə artım müşahidə olunmuşdur. Bu, sırf QR ödənişlərindədir və bu potensial
son deyil və burada kifayət qədər böyük dinamika gözlənilir. Artıq 21 askar təchizatçısı var. Bu həm banklar, həm belə deyək, poçt, eyni zamanda fintechlər də artıq bu prosesdə yaxından iştirak edir. Və əsas amillərdən də biri askar ödənişləri dəstəkləyən postterminalların sayıdır. Bu o deməkdir ki, ölkədə quraşdırılmış postterminalların 71% artıq QR ödənişləri dəstəkləyir və bu da son deyil. Əlbəttə ki, burada da məqsədimiz 100% çatmaqdır, amma bəllidir ki, bazarda eyni zamanda qurlaşmış bir sıra köhnə nəsil postterminallar var ki, hansı ki, bugün dinamik QR-ı dəstəkləmir, amma bu son deyil. Düşünürük ki, il sonuna qədər biz daha yüksək rəqəmlərə çatmış olacağıq. Mən burada bitirib daha ətraflı məlumat vermək üçün ümumiyyətlə Mərkəzi Bankda sistemlər üzrə görülmüş işlər və bu sahədə görülmüş işlərlə bağlı ətraflı məlumat vermək üçün sözü həmkarım Tofiq bəyə vermək istəyirəm. Buyurun Tofiq. Təşəkkür edirəm Ramil bəy. Mən də öz növbəmdə bütün iştirakçıları salamlayıram. Hər biriniz xoş gəlmisiniz. Bugün əsas 3 istiqamət üzrə məlumat vermək istəyirəm. Ani ödənişlər sisteminin fəaliyyət göstəriciləri, artıq Ramil bəyin də qeyd etdiyi kimi interchange tariflərinin yeni tənzimlənmə çərçivəsi və ödəniş infrastrukturunun gələcək inkişaf istiqamətləri. Gəlin əvvəlcə ani ödənişlər sisteminin son 5 il ərzindəki inkişaf yoluna bir baxış salaq. Ödəniş sistemlərinin inkişafının ən yaxşı göstəricisi rəqəmlərdir. Yəni, rəqəmlər üzrə artıq biz ani ödənişlər sisteminin 2021-ci ildən bu yana etibarən həcminə, deməli, həm ümumi, həm də kateqoriyalar üzrə artımına nəzər salacağıq. ...2021-ci ildən 25-ci ilə qədər sistemdə emal edilə bilən əməliyyatların sayı təqribən 116 mindən 10 milyona yaxın səviyyəyə çatdı. Bu, 5 il ərzində 86 dəfəlik artım deməkdir. Məbləğ baxımından isə 281 milyon AZN-dən 2,6 milyard AZN-ə çatdıq. Bu isə 9,3 dəfəlik artım deməkdir. Xüsusilə diqqət çəkən odur ki, 2021-ci ildən 24-ə qədər artım sabit və ardıcıl idi. Hər 1-2 ildən 2 qat artım müşahidə edilirdi. Yalnız 2025-ci ildə həqiqi bir dönüm nöqtəsi oldu və əməliyyatın sayı 2024-cü ilə müqayisədə 12 dəfədən çox artdı. Bunun əsas səbəbi isə P2P ödənişlərinin artıq iOS sistemi vasitəsilə emalının təşkil edilməsidir. 2026-cı ilə nəzər saldıqda isə yuxarı istiqamətdəki hərəkətlər davam etməkdədir. Yanvarda 312 milyon AZN dəyərində 2,1 milyon əməliyyat emal etdik. Aprel ayında gəldikdə isə bu rəqəmlər 940 milyon AZN dəyərində 9,8 milyon əməliyyata çatdı. 4 ay ərzində əməliyyat sayında 4,6 dəfə, məbləğdə isə 3 dəfəlik artım müşahidə olunur. Bir müqayisə üçün də qeyd edim ki, bu 4 ayın ərzində 2026-cı ilin emal edilən ümumi məbləğ 2,23 milyard AZN artıq 25-ci ilin illik həcminin 85%-ni təşkil edir. 2026-cı ildə Ramil bəyin də qeyd etdiyi kimi aprel ayında hər iki göstərici üzrə yeni aylıq rekord qırıldı. İndi isə ödənişlərin fiziki və hüquqi şəxs üzrə köçürmələri, hesab faktura, xəzinə, əmək haqqı və QR ödənişləri kateqoriyalar üzrə tərkibinə baxırıq. 2025-ci ildə ödəniş mənzərəsi müxtəlif idi, lakin bir neçə kateqoriya həcm baxımından öndə gedirdi. Bu bölgü bizə yalnız nə qədər əməliyyat aparıldığını deyil, ödənişlərin hansı sahələrdə cəmləndiyini göstərir. 2026-cı ildə isə kateqoriyaların strukturlarına baxdıqda fiziki şəxslər üzrə, yəni P2P ödənişlərin həm məbləğ, həm say baxımından dominant mövqeyini qoruduğunu görürük. 4 aylıq cəmdə 19,3 milyon əməliyyat yeni ümumi əməliyyatların 95,5%-ni təşkil edirdi. QR ödənişlərində isə Rahim bəyin də dediyinə əlavə olaraq yanvarda 23 min əməliyyatdan apreldə artıq 142 min əməliyyata çatdı. 4 ay ərzində bu 6 dəfəyə yaxın artım idi.
Nəhayət, hazırda davam edən və aktual bir prosesə HÖP əməliyyatlarının IPS kanalı üzrə miqrasiyasına diqqəti cəlb etmək istəyirəm. 25-ci ildə başlayan bankların inteqrasiya prosesində etibarən artıq 2026-cı ildə biz görürük ki, HÖP-də icra olunan əməliyyatlar iOS kanalından icrası aktivləşmişdir. Yanvarda HÖP həcminin 0,13%-i 8956 əməliyyat iOS vasitəsilə icra edildi. May ayında gəldikdə bu göstərici 4,5%-ə 314.351 əməliyyata çatdı. Bu, yanvara miqyasda 35 dəfəlik artım deməkdir. Qeyd etmək lazımdır ki, bu artış yeni əməliyyatların yaranması deyil, mövcud HÖP əməliyyatlarının HÖKS vasitəsilə yox, iOS kanalı vasitəsilə icra edilməsinin nəticəsidir. Hazırda 16 bank bu inteqrasiyanı tamamlamışdır. Həmçinin HÖKS kanalı da əlbəttə ki, aktiv olaraq qalır. Qeyd etmək lazımdır ki, bu artış yeni əməliyyatların IPS sistemində əməliyyat sayının artması paralel olaraq mübahisəli halların yaranmasına da gətirib çıxardır. Hazırda bu kimi hallar iştirakçılar arasında deməli individual danışıqlar yolu ilə həll olunur. Yalnız bu istiqamətdə proseslərin daha effektiv və mərkəzləşmiş formada işin təşkil olunması üçün Mərkəzi Bank iştirakçılarına xüsusi bir modul təklif etmişdir. Bu modul vasitəsilə iştirakçılar mübahisəli halları yarada bilərlər, məlumat mübadiləsi apara bilərlər, müraciətləri həll edə bilərlər və yaxud da ki, rədd edə bilərlər və lazım gəldikdə isə arbitraja göndərə bilərlər. Hazırda banklar bu modul üzrə inteqrasiya prosesini davam etdirir və aktiv test mərhələsində iştirak edirlər. Fiillər haqqında artıq Ramil müəllim qeyd etdi. Deməli, kateqoriyalar üzrə ərzaq mağazaları və apteklər 1,25%, yanacaq doldurma məntəqələri 0,75%, general, yəni ümumi kateqoriyalı MMC kodlar üzrə isə yuxarı hədd artıq 1,5 tətbiq edilmişdir. Məqsəd, ekvayerlərin xərclərini azaltmaq, bu yolla təsərrüfat subyektlərinə tətbiq olunan xidmət haqqını aşağı salmaq və nağdsız ödənişlərin istifadəsini genişləndirməkdir. Tariflərin müəyyənləşdirilməsi zamanı ekvayerlərin, emitentlərin və təsərrüfat subyektlərin maraqları balanslaşdırılmışdır. Növbəti slaydımızda iOS-un inkişaf yolu üzrə, yəni ki, yeni layihələr üzrə danışmaq istəyirəm. Burada əsasən iki böyük layihəyə toxunmaq istəyirəm. Birincisi, pensiya, əmək haqqı və sosial ödənişlərin paylanmasında bank seçimi üzrə sərbəstliyin təmin edilməsi layihəsi. Bu layihə, bu modul məcburi xarakter daşımır. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonraki mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası ani ödənişlər sistemi üzərindən reallaşacaq. Bu, çox geniş bir layihədir, çox şaxəli bir layihədir. Bu, layihənin inteqrasiyasında iştirak edilən tərəflər arasında daim müzakirələr aparılır. Bu danışıqlar layihənin istiqamətini bəlirləyir. Bir digər məqamda artıq iOS-ə inteqrasiya etmiş təşkilatlar bildiyi kimi balk ödəniş, limitli balk ödənişlərin deməli funksionallığı dəyişdiriləcək. Yəni ki, bu limit həddi yuxarı qaldırılacaq. Əmək haqqı layihəsi üzrə artıq bir əməliyyat daxilində 100-dən çox deməli ödənişin icrası reallaşacaqdır. Növbəti layihəmiz haqqında danışmaq istəyirəm. Layihədən əvvəl ümumiyyətlə dünyada proses necə gedir, bu haqqında məlumat vermək istəyirəm. Ani və rəqəmsal ödənişlərin inkişafı artıq növbəti mərhələyə keçir. Bu istiqamətdə növbəti strateji fokus sərhədlər arası, yəni cross-border ödəniş əməliyyatlarıdır. Son illərdə qlobal ödəniş sənayesində ən mühüm tendensiyalardan biri sürətli ödəniş sistemlərinin sərhədlər arası inteqrasiyasıdır. Bu istiqamət G20 ölkələrinin sərhədlər arası ödənişlərə daha sürətli, daha ucuz,
daha şəffaf və daha əlçatan etmə məqsədi ilə qəbul etdiyi yol xəritəsinin əsas prioritetlərindən biridir. İlkin mərhələdə ölkələr iki tərəfli modeldən istifadə etməyə başladılar. Singapur özünün PayNow sistemi ilə Taylandın PromptPay, daha sonra isə Hindistanın UPI və Malaziyanın DutiNow sistemləri arasında birbaşa bağlantılar qurdu. Bu layihələr göstərir ki, ölkələr arasında ani və aşağı xərcli ödənişlərin texniki baxımdan icrası artıq mümkündür. Hazırda dünya daha geniş və miqyaslana bilən modelə keçir. BIS-in təşəbbüsü olan Project Nexus müxtəlif ölkələrin sürətli ödəniş sistemlərini vahid platforma üzərindən birləşdirməyi hədəfləyir. Məsələn, Hindistan, Singapur, Malaziya, Tayland və Filippin artıq bu istiqamətlərdə əməkdaşlığa başlayıblar və sistemi milyonlarla istifadəçinin əhatə etməsi gözlənilir. Azərbaycan da bu qlobal transformasiyadan kənarda qalmamaq üçün artıq ilk adımlarını atmışdır. Ani ödənişlər sistemi ISO 222 standartlarına keçid və rəqəmsal ödəniş infrastrukturunun inkişafı Azərbaycanın bu yeni ekosistemdə iştirak etmək üçün möhkəm baza yaradır. Bu baxımdan Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədlər arası ödənişlərin təşkili istiqamətində aparılan aktiv müzakirələr xüsusi əhəmiyyət kəsb edir. Hazırda müxtəlif inteqrasiya modelləri və əməkdaşlıq mexanizmləri nəzərdən keçirilir. Məqsəd vətəndaşlar və bizneslər üçün daha sürətli, təhlükəsiz və səmərəli beynəlxalq ödəniş imkanlarının yaradılmasıdır. Bu həm regional inteqrasiyanı gücləndirəcək, həm də Azərbaycanın rəqəmsal maliyyə ekosisteminin inkişafına mühüm töhfə verəcəkdir. Təşəkkür edirəm diqqətiniz üçün. Çox sağ olun. Biz davam edirik. Panel üzrə növbəti spikerimiz Can Bəydir. Buyurun Can Bəy. Öncelikle çok teşekkürler davetiniz için. Konumuz ödenişler ve... Mikrofonu... Şu anda daha iyi. Tamam. Harika. Öncelikle çok teşekkürler davetiniz için. Konumuz ödenişler ve hesaplaşmayken biz de SWIFT tarafında merkez bankalarımızla, diğer regülatörlerle ve öncelikle bankalarımızla neler konuşuyoruz bu alanda? Kısaca onu aktarmak istedik bu vesileyle. Çok yaygın bir tema var. Uluslararası ödemelerin, cross-border payment'ın büyük bir değişimden geçtiği, hatta kimi zaman bunu kusursuz fırtına, perfect storm diye okuyoruz. Belki bu kadar sinematik olmadan aslında içinde bulunduğumuz, şöyle kendi sunumuma geçeyim. Evet. Neyse, sunum gelirken ben devam edeyim konuşmama. Madem bu kadar büyük bir değişimden konuşuyoruz, hatta dediğim gibi biraz sinematik bir tabirle kusursuz fırtına, perfect storm olarak yaklaşıyoruz. Buna sebep olan, bunu drive eden faktörler nedir diye baktığımızda hepimizin içinde olduğu, aslında günlük hayatında gözlemlediği, yakından bildiği belirli faktörler ön plana çıkıyor. Bunların birincisi kullanıcılar tarafında ve de regülatörler tarafında artan beklentiler. Özellikle kullanıcı tarafındaki beklenti değişikliğinde yerel anlık ödeme sistemlerinin önemli bir payı olduğunu görüyoruz. Çünkü yerel anlık ödeme sistemlerinde, yani Domestic Instant Payment System tarafına baktığımızda orada 7/24 ve anlık ödeme gerçekleştiren kullanıcılar, bankalarımızın müşterileri aynı deneyimi uluslararası ödemelerde de bekler durumdalar. Buna ek olarak app ekonomide çok yaygın bir şekilde ödeme gerçekleştirecek kullanıcılar bir ön yüzden olabildiğince kolay, olabildiğince sezgisel olarak, intuitif olarak ödemelerini gerçekleştirebiliyorlar. Diğer taraftan yine yeni modeller, yeni ödeme modellerine baktığımızda orada da digital first bir yaklaşımın, o yönde bir bakış açısının çok yaygın olduğunu görüyoruz. Teknoloji tarafında şimdi burada çok konuştuğumuz yapay zekaya ek olarak DLT'nin, blockchain'in ve de dijital varlıkların yaygınlık kazandığını, proof of concept, proof of value ya da pilot çalışmaların ötesinde kurumsal kabul, institutional adoption aşamasına geçtiğini görüyoruz. Bu paralelde
özellikle büyük pazarlarda, büyük ülkelerden başlayarak pazar derinliği olan, pazar genişliği olan dijital asetlerin gittikçe daha yakından regüle edildiğini ve de büyük pazarlardan yine başlayarak onların geleneksel finans sistemine öngörülebilir ve de sorumlu bir şekilde entegre edilebildiğini görüyoruz. Tüm bu çerçevede SWIFT tarafında bizim de odaklandığımız iki tane temel nokta var. Birincisi hali hazırdaki ödeme koridorlarını geliştirmek. Diğer taraftan geleceğin ödeme koridorları dediğimiz dijital varlıkları, dijital para birimlerini, dijital değerin transferine imkan sağlayan altyapıları destekleyecek çalışmalarda bulunmak. Ve de bu iki tarafı hem bugünün dünyasını geliştirirken hem de geleceğin dünyasını dizayn ederken, o yöndeki geliştirmeleri sürdürürken göz önünde tuttuğumuz en önemli noktalardan biri bu iki yapının birlikte çalışabilirliğini sağlamak. Burada büyük bir interoperability bakış açısıyla, yaklaşımıyla bu iki inisiyatifi sürdürüyoruz. Bu iki dünyayı, bugünün dünyasını ve geleceğin dünyasını bir araya getirmeye çalışıyoruz. Bugünün dünyasına baktığımızda neler var? Özellikle geçen sene ikinci yarı yıldan itibaren yoğun olarak konuşmaya başladığımız, Azerbaycan'da da bankalarımızda ve Merkez Bankamızda ele aldığımız yeni bir ödemeler yapısı gündemimizde. Bu ödemeler yapısının en temel amacı müşterilerinizin ve diğer ödeme kullanıcılarının kendi yerel anlık ödeme sistemlerinde yaşadıkları 7/24 gerçek zamanlı deneyimi uluslararası ödemeleri taşımak. Burada 3 temel nokta üzerine odaklanıyoruz. Birincisi ön yüzdeki basit, izlenebilir, şeffaf deneyimi kullanıcılara sağlamak. Zaten ödemeleri değiştiren trendleri, faktörleri konuşurken beklentilerin bu yönde olduğunu belirtmiştik. Diğer tarafta SWIFT tarafındaki kural setleri ve hizmet seviyeleriyle şekillenen bir bankalar arası dünya var. Bu aslında birçoğumuz için tanıdık ki bu dünyaya giren, yeni ödemeler şeması dünyasına dahil olan bankalar diğer bankalara karşı beklenen oyunu, taahhütlerini yerine getirebilsinler. Yeni ödemeler şemasını konuştuğumuz dünyada belki de en önemli, en yenilikçi yaklaşım son noktada, son bacakta ödemelerin last mile dediğimiz ya da last leg dediğimiz noktada yerel anlık ödeme sistemlerini devreye sokabilmek. Çünkü biliyoruz ki aslına bakarsanız bir ödemenin alıcı bankaya kadar ulaşması için geçen süre ödemelerin %75'ine baktığımızda 10 dakikalar mertebesinde ya da 10 dakikaların altında hatta 1-2 dakikalar mertebesinde sürdüğünü görüyoruz. Asıl gecikmenin yaşandığı uluslararası ödemelerde nokta ödemenin alıcı bankaya gelmesinden sonra alıcının hesabına geçildiğin adım. Burada gerek compliance regülasyon, gerekse teknoloji, örneğin batch processing gibi, straight through processing'in olmaması gibi ya da piyasalara özel pratikler gibi ödemenin özellikle alıcı bankadan nihai alıcıya geçme aşamasında büyük bir zaman geçirdiğini görüyoruz. Buradaki çözüm ise bu son noktaya, last mile'a, last leg'e instant payment sistemlerini dahil ederek halihazırda regülatörün zaten koymuş olduğu ödemeleri anlık 7/24 yapan yapının yetkinliklerini uluslararası ödemelerdeki son noktaya taşımak. Dolayısıyla kullanıcıların uluslararası ödemelerden beklediği kesintisiz anlık 7/24 yapıyı olabildiğince devreye sokabilmek. Bir diğer nokta bu çerçevede biliyoruz ki şu anda konuşulan yapılar her ne kadar ağırlıklı olarak fiat currency, fiat money üzerinden giden akışlar olsa da gittikçe dijitalleşen
dijital varlıkların transferine dönük altyapılar önem kazanıyor ve geleceğin koridorları, Future Rail dediğimiz bu tarafta Swift'in son dönemde üzerine çalıştığı noktalardan biri. Burada bir blockchain tabanlı bir ledger, bir ortak defter tanımlama çalışmaları var. Bu defterin en önemli özelliklerinden biri Swift Grade dediğimiz, Swift'in geliştirdiği bir yapı üzerinde dijital varlık transferlerine imkan verebilecek olması. Farklı sistemler, farklı ülkeler, regülasyonlar arasında güvenli 7/24 dijital varlık akışına imkan tanıyacak olması ve de kurumlar, farklı döviz cinsleri, farklı varlık tipleri arasında hesaplaşmayı ve de likidite yönetimini sağlayabilecek olması. Ve dediğim gibi en önemli olan konulardan biri, bugünün altyapısını, bugünün akışlarını geliştirirken diğer taraftan geleceğin akışlarını birlikte çalışabilir olarak bu yapı üzerine 11.500'ün üzerinde kurumun kullandığı mevcut altyapı, standartlar ve de ekspertiz üzerine inşa etmeye çalışıyoruz. Çok teşekkürler. Verdiğiniz fırsat için. Çox təşəkkür edirik Cem bəy. Bu arada bir texniki sorun oldu sunumla ilgili. Mən bir soru sormaq istərdim. Əslində, yəqin ki, zalda əyləşən hər kəsə maraqlı ola bilər. Bizim bugün bir müştəri kimi, hərimiz bir bankın müştərisi, ümumiyyətlə istifadəmizdə daha çox cross-border ödənişlərin fiyatları daha yüksək olur və bununla bağlı bilirəm ki, G20 ölkələrində bir bununla bağlı araşdırması, tələbləri vardır artıq həm SWIFT daxil ölkə mərkəzi banklarına da. Ümumiyyətlə, bir işin peşəkarı kimi, bu sahədə çalışan kimi, siz bu sahəni necə görürsünüz? Bizi nə gözləyir gələcəkdə? Ümumiyyətlə, xüsusən cross-border ödənişlər daha, yəni, individual kişilər baxımından da, yəni, fiziksel köçürmələr baxımından daha əlçatan ola biləcəkmi ümumiyyətlə? Şöyle, bu bahsettiğim aslında iki temel katmanla hem bugünün akışlarına hem de geleceğin akışlarına bakan katmanla aslında hedeflediğimiz nokta sizin bahsettiğiniz noktaya gidebilmek. Yani uluslararası ödemeleri olabildiğince yerel ödeme akışlarında olduğu gibi anlık, kesintisiz, hızlı yapabilmek. Siz çok güzel bir noktaya değindiniz. G20 hedefleri. Özetlemek gerekirse 2020 yılındaki G20 ülkeleri toplantısında ortaya çıkan ve de finansal hizmetler sektörüne verilen ödemeler alanında hedefler var. Bunların temel olarak odaklandığı alanlar da zaten hız, şeffaflık, ulaşılabilirlik ve maliyet. Özellikle orada maliyet tarafında Swift'in yeni ödemeler yapısının getirdiği yeniliklerden biri bir ekonomik modele de bakıyoruz. Yani Swift şimdiye kadar özellikle fiyatlama söz konusu olduğunda bunların bankalar arasında bir konu olduğunu düşünerek bu noktaya uzak kalmıştı. Şimdi tabii ki yine sınırlarımızı aşmadan ama bankalar arasında ödemelerin maliyetini düşürmeye dönük Swift'in yapabileceği bir nokta, bir tavsiye niteliğinde bağlayıcı olmaksızın bir yönlendirme varsa yeni yapıda, yeni ödeme şemasını çalışırken bu imkanlara da bakıyoruz, değerlendiriyoruz. Çox təşəkkür edirik. Növbəti spikerimiz Dr. Michael Salmon. Please, Mr. Salmon, the floor is yours. The clicker for me. The clicker. Thank you. Hello, my name is Michael Salmony, and I'm sorry to speak to you in this funny language, but I hope you can still follow me. We're a consultancy that works across the world on payment innovations, so we try to make this more efficient. And one of the things that we find the most exciting at the moment is the tokenization of money. In fact, we've written a book about that, which I very much recommend you buy after this conference, which describes all this phenomenon which is currently sweeping the world.
For those of you who may not have come across it, tokenization means you wrap the money up like a casino chip into an unforgeable unit of value, like, for example, containing $1 or €1, and then you can throw it across the internet, and it can't be duplicated, it can't be changed, it can't be modified, and at the other side, you redeem it back into the currency you want. And that, of course, is quite an exciting promise, because in the past, when we want to send money across the world, it's gone via correspondent banking and RTGS and SWIFT and all these old-fashioned means, whereas we now have this rather more modern way, which, of course, uses blockchain technology. And, of course, the promise of this is that if you just wrap the money or the asset up into this cryptogram, and send it across the world like an email, that is direct, that is cheap, that is instant, that is transparent, and that, of course, is much superior to the experience we usually have, especially in cross-border. So this initially sounds exciting and scary. The exciting thing, of course, is that it modernizes payments and commerce and banking. But it's also quite scary, because if I can just move the money from my wallet to your wallet just by tapping our phones together, do I need a bank anymore? Because this is the value just being transferred directly peer-to-peer without any intermediaries. And indeed, do you need any of these intermediaries, correspondent banking and all the stuff that we've gone used to? The story is it's actually not quite as simple, so these won't quite go away. But of course, it is a big challenge to the existing systems, since this is such a direct means of doing it. And this tokenization is happening everywhere. I've just mentioned payments, so that you can send money around the world, but you can also send securities. In Dubai, you can buy a fraction of an apartment, so you can buy real estate in a tokenized way. Some people are selling carbon credits that way, or gold. So any asset class you can think of is currently being tokenized in this way and bypassing the traditional rails. I'm struggling a little bit to see my own slides here at a distance. But this is just a sample slide, which I hope you can see better than me. The NASDAQ, for example, is tokenizing securities. So they are thinking of how to change the stock exchange in a tokenized way. There's still quite a few steps that need to happen, but as I tried to say, this is happening across all the industries. But now returning back to my field, which is money, there are actually several different kinds of tokenized money emerging. You will have heard about crypto. That's the mad world where sort of Bitcoin is worth 100,000 one week and 50,000 the next week, and there are all these criminals there, and this is this mad world. But now this is becoming increasingly regulated and licensed and KYC'd and everything, and that's why we're now getting stable coins and tokenized deposits and commercial bank money and central bank money and all these different kinds of money in a tokenized form. And this is, of course, occupying the regulators a great deal, because you don't want any old person to start sending dollars around the world or Azerbaijani currency. So every regulator in the world is currently at some stage of regulating this topic. Europe has started with the MiCA regulation. The US has got the Genius Act, and you can see from that map that around the world people are addressing this. So just to do a tiny deeper dive on the topic of stablecoins, which is causing the most attention. I was at Money 2020 last week, where this was the only topic. The whole of the conference was only talking about how stablecoins are revolutionizing finance. And a stablecoin is, as I've tried to explain, basically a one-to-one representation of fiat. So it is a dollar or a euro or a yen encapsulated in this token, which can then be thrown around the world. And this stuff is really exploding. If you see the growth rates and the volumes of stablecoins, this is not just a few experiments like sort of CBDCs have been happening around the world. This is already in the billions and the trillions. In fact, stablecoin volumes have already exceeded the volumes of Visa and MasterCard together.
just to give you a little feeling of how big this scene is. So this is a very exciting thing, and if you've been following the news around this space at all, you will have seen that last year, about every month, there was an announcement on somebody buying another company or investing or creating a new thing. That's the left chart. Now it's within 1 month. The chart on the right just shows the amount of announcements within 1 month on this topic. So it's almost on a daily basis you find somebody investing $1 billion to make this thing happen. So it's got quite some energy, and of course, because this idea is just so appealing. It's called the stablecoin sandwich. If I want to send dollars to Japan, I just buy a stablecoin for my dollar, so I convert it into this token. I send the token across the internet instantly to Japan, and that token then gets redeemed into yen. And that's how correspondent banking looks in the modern world. In fact, the reality is a bit more complicated than this stablecoin sandwich, and you will have to come to one of my trainings at the European Banking Academy or at the Oxford Business School to hear how this stuff really works. So in detail, it's actually a tiny little bit more complicated. Those are just some of my sketches after sitting down with some crypto experts for several weeks to understand the real infrastructure. But the promise is still there that this is incredibly efficient and is a complete revolution in the way we send money and value around. And that's why these ecosystems are now emerging of exchanges and issuers and wallets and everything to make this happen. So a whole new set of new companies and new industries are emerging to make that happen. And of course, everybody's now jumping into this, and everybody's favorite, Mark Zuckerberg, of course, is having another go at doing Libra, because you may remember that several years ago he tried to make a thing where you could send money from one Facebook wallet to another. So just by using my Facebook app on my phone, I could send any of you money instantly. That collapsed in a heap because he did it in a very silly way. But now he's doing it using stablecoins, which is completely legal and regulated. And so he is on the way of now creating money which will be transported through the Facebook network as one of the ventures. He's beginning in some of the countries, but of course this is going to be rolled out globally. Now this, of course, is another scary thing. I don't know how you feel, but I don't want my money system to be controlled by Mr. Zuckerberg. And I want a bit more regulation and security and maybe a few more checks and balances on that. So this is something that is clearly going to happen now. But one thing that is also driving this debate is that stablecoins are brilliant in solving all sorts of problems which we haven't been able to solve yet, like micropayments. How do I pay for a cent for something, the on-demand economy, and it's also going to play a key role in agentic commerce when an agent wants to pay another agent, etc. So this is becoming a very relevant topic. Now, I only have 1 minute left, but I do just want to quickly mention another form of tokenized money, which are deposit tokens, which people are beginning to talk about now, maybe even more than stablecoins. And that was pioneered by JP Morgan, and that is a more sort of private version. It's where they tokenize their bank deposits and just use it for their corporate customers and between their banks which they're connecting with. So it's not just an open system, but this is also really exciting because this is already happening in the trillions already, and many people have not even heard of it. They're also doing tokenized repos, for example. All these financial instruments are being tokenized. And we don't have the time now to discuss the difference between stablecoins and deposit tokens, but I assume you will get the slides after this conference so you can have a look at that. I'm just trying to give you a flavor of what is happening here, that everything is now being tokenized, and this is a huge change. So I'm at the end of my presentation. What I wanted to show you is that this started in this mad crypto world, which is completely unregulated and with lots of crazy players and volatility and no KYC and nothing. And over time, it is now becoming a regulated, stable thing, and that's why the banks are all going into this topic. And I think that's a good thing, and it means that also SWIFT and everybody else will also have their place in this. So I hope you find that a little bit interesting. If you want to talk more about this, please approach me
I'm here at the conference. Thank you very much. Dr. Michael, thank you very much for your interesting topic because we discussed before that we saw the huge potential in stable coins and all digital assets, but my personal opinion is that still today we saw a lot of people who not trust this kind of new payment means. And from your perspective, how we can change people's habit or opinion in this way? How we can make it possible to them to trust such kind of tools? No, that's a very valid question because people rightly are a bit cautious about this new crypto money because a lot of people have lost a lot of money investing in this. But this, of course, as I tried to say, is the regulated, the safe money. This is backed by central banks, by commercial banks, so this is a different world now. But the first people who are using this are institutions and corporates and banks themselves. So once this has happened and people are beginning to get used to it, then the retail space will begin to happen. Hopefully not only with Mr. Zuckerberg, but in all sorts of other ways. But first of all, it's the institutional and corporate and B2B use. That's where this is currently happening. And the next stage is retail, and there you need to build the trust. And that's where the banks have a very important role. Thank you very much. Biz devam edirik əziz yoldaşlar. Sonuncu spikerimiz Rasim bəydir. Hamının tanıdığı, bazarımızda aktiv söz sahibi olan Rasim bəyə söz verməsi. Buyurun Rasim bəy. Teşekkür ederim. Hörmətli moderator, değerli qonaqlar, xoş gəlmisiniz. Nahardan sonra biraz güc yığılıb da yox, başlaya bilərik. Səhərdən çox gözəl mövzulara toxunduq. Ödənişlər hansı formatda gedir, hansı alətlərdən aparılır. Burada mən biraz öz təqdimatımı digər bucaqdan, baxışdan təqdim etmək istəyirəm. Çünki düşünürəm ki, artıq hamı üçün əsas sual ödəniş necə keçir deyil, əsas sual keçib müştərinin davranışı, müştərinin həyatına nə təqdim edirik ödənişdən sonra. Son 10 il ərzində biz fikir veririk ki, nələr dəyişilib və nələr gedir. Biz görürük ki, hesabdan hesaba transaksiya aparılır və vəssalam. Müştərinin məlumatları tam oturulmur və s. Amma son 1 il, 2 il ərzində Mərkəzi Bankın regulator yanaşması ilə və digər strukturların yanaşması ilə biz məlumatları tam olaraq əldə edirik və məlumatları tam olaraq göndəririk bir-birimizə. Burada vurğulamaq lazımdır ki, alətə, ödəniş alətlər mobil bankçılıq idi, internet bankçılıq idi. Sonra elektron pul kisələr aktivləşdi. Son zamanlar QR kodlar aktivləşib. Merchant platformaları yaranıb. Amma bunlar hamısı vurğulamaq lazımdır ki, ayrı-ayrı xidmət deyil. İndən belə bunlar bir vahid ekosistemin bir hissəsidir. Və nəzərə alın ki, getdikcə keçmədi deyəsən. Okay. Getdikcə biz nəzərə alırıq ki, ödəniş aparılanda və əsas transaksiya bizim əsas sualımız deyil. Əsas sualımız odur ki, müştərinin tanınmağımızda biz bilməliyik ki, ona və biz bilirik də ona uyğun həll hansını təklif etməliyik. Və biz sözsüz ki, bu həmin müştəri ilə hansı ki, bizim müştərimiz olub və ödəniş aparılıbdır, onunla uzun müddətli bir münasibətin qurulmasında olmalıyıq. Və getdikcə də biz növbəti bir etapa keçirik və görürük ki, əvvəlki kimi texnologiyalar dəyişiklik əsas bir amil kimi yox, əsas amil müştərinin davranışı dəyişilibdir. Yəni ki, texnologiya öz başına dəyişilmir. Müştərinin davranışı texnologiyaya məcbur elətdirir gelir. Son 5 il bundan öncə, yadınıza gəlir, biz
tokenizasiya olan vaxtı, Apple Pay, Google Pay olmayan vaxtı qısa bir müddətli bir solutiondan istifadə edirdik. Hər bir mobil bankına download olunurdu. Ondan ödəniş edirdik, düzdürmü? Təmassız kartlardan sonra. Amma sonra Apple Pay, Google Pay gəldi. Xarici ölkələrdə onu təmsil olundu. Visa, Master öz belə deyim də solutionları bizə təqdim etdi və biz məcburiyyət qarşısında təşkilatlardan gedir söhbət. Bunları buraxdıq ki, istifadəçilər userların davranışına uyğun biz də hərəkət edək. Bunlar da bir qırağa. İndi isə biz özümüz üçün hansı sual veririk? Misal deyək, hər hansı bir xidmət seçəndə bankdan kredit alınmasında, nə bilim, sonra ödəniş kartlarının alınmasında, sonra hansısa bir bank seçəndə sual birinci nə veririk? Fikir vermişsiniz, hansı banka gedirik, onu verirsiniz, yoxsa sözsüz ki, yoxdur. Əsas sual o deyil. Əsas müştərinin səyahəti, yəni ki, belə deyim, travel-ı başlayır sırf sizin harda oturmusunuz, nə ilə məşğulsunuz o ərazidə, tətbiqdən. Tətbiqdən niyə görə? Ona görə ki, biz başlayırıq faktiki olaraq araşdırmağa və baxmağa, hansı banklar nə edir, hansı məhsullar harda baş verir və burada özümüzün qarşımızda bir sual formalaşır. Və sual nə formalaşır? Hansı bank seçməməliyəm? Mən öz problemin necə həll etməliyəm? Öz aramızda, beyninizdə onu işlədirsiniz, fikir verirsiniz. Mən biraz da belə deyim də, düşünəndə biz görürük ki, hər bir təşkilat sizin davranışına görə sığorta təşkilatları, fintech təşkilatları başlayır öz məhsullarını buraxmağa, sizə uyğun hərəkətlər eləməyə, amma məncə burada yanılmırıq. Nəyə görə yanılırıq? Yəni ki, ona görə ki, bir X bank, X fintech, X sığorta təşkilatı məhsulu buraxanda istəyir həmi monitoring eləsin, həmi araşdırsın, yəni ki, həmi məhsul buraxsın, həmi marketing eləsin, həmi sales eləsin. Və bunların hamısını nəzərə almır ki, nəyə gətirir? Xərcləri artırır. Effektivliyi azalır. Müştərinin təcrübəsi zəifləşir. İnnovasiya sürəti özündə IT komandanın buradan götürüb bu istiqamətə eləyir. Və sonunda nə olur? Heç nə. Ya məhsul ya fail olur, ya axırda o əziyyət çəkib sona çatdırmır. Və rəhbərin yanında qorxur demək ki, ayda mən səhv eləmişəm. Ən böyük problemimiz də onu. Onu da mən niyə çalışıram ki, vurğulamağa ki, bunu açıq, aydın demək lazımdır ki, problemlər necə olunur, necə həll olunmalıdır. Burada düzün desək, mən düşünürəm ki, banklar sığorta təşkilatları məhsulların yaradılması ilə məşğul olmalıdır, risklərin idarə olunması ilə məşğul olmalıdır. Fintechlar zaten innovasiya və indiki innovasiya texnologiya ilə, belə deyəm, yeni texnoloji həllərini tapmalıdır, verməlidir. Ödəniş sistemləri sözsüz ki, sürətli işləməlidir. Rəqəmsal platformalar isə ən əsas məqam onlar gəlir, müqayisə yaratmalıdır. Lead generation olmalıdır, müştərini cəlb eləməlidir. Yəni ki, sales'ın bir hissəsini o tərəfə getməlidir. Düzünü desəm, mən başladım özüm üçün bir araşdırmaq etək. Bir hissəsi kim nə işlə məşğuldur, öz paylarını. Yəni ki, burada product ownerlar varsa, məhsullar mənə acığı gəlməsin. Yəni, acığız gəlməsin düz sözləyə görə, amma reallıq var da. Biz deyirik ki, məhsulu buraxdığımızın effektivliyini alaq. Amma effektivliyini hesablayanda demirik ki, hamısını özümüz eləməliyik. Yox, onu heç kim məcburləmir. Sadəcə siz axırda bunu effektivini almalısınız. Və burada ən əsas ikinci bir hesab. Mən özüm girirəm Google Search-a, misal deyək, bir user kimi. Başlayıram axtarmağa. Misal deyək, hansı məhsul harda necə verir, düzdürmü? Hansı, misal deyək, məhsul o birisi məhsuldan fərqlənir. Və mən belə bir məhsullan platforma olaraq Azərbaycan bazarında rastlaşdım. Özüm araşdırma eləyirdim və belə deyim, sonunda gördüm ki, vahid bir, hələlik təəssüf ki, bir platforma görmüşəm hələlik, Banks.az platforması, hansı ki, orada həmi biraz qarışıqda düzün desəm, həmi bank məhsulları var içində. O, Rusiyada Banki.ru, Sravni.ru belə bir məsələdir var, eyni məntiqdə işləyir. Girirsən ki, misal da kredit istəyirəm.
krediti başlayırsan araşdırmağa və s. Yəni ki, bu platforma özü həm araşdırır sizin üçün, həm müqayisə edir, həm alternativ qiymət verir. Yəni ki, burada özüm üçün bir screenshot elədim, istəsəniz yoxlayıb baxarsınız da, yəni QR kodunu keçib baxa bilərsiniz. Və misal deyək, mən kredit istəyirəm tapmağa, krediti basıram ki, mən kredit axtarıram. Faktiki olaraq və yaxud ödəniş kartı da, fərqi yoxdur. Ödəniş kartı indi ən populyar. Maşın sürənəmsə, axtarıram ki, ən çox loyallıq proqramına cashback verən hansı bank verir kartlara. Misal deyək də, yanacaq doldurma. Və yaxud kreditlə istəyirəmsə, təcili olaraq ən aşağı faizlə hansı kredit verir. Və bu müqayisə etmə, sənə dəstək durması, belə deyim də, təşkilata lead generasiya olunması mən yeganə hələlik banksazda gördüm. Amma artıq dərəcədə xahiş edirəm, başqa bir təşkilatlarda bu varsa, çalışın onu biraz da inkişaf elətdirin ki, rəqabət yaranmalıdır. Və rəqabət faktiki nəinki bankların arasında, nəinki sığortaların arasında, o cümlədən belə bir tipli platform arasında olmalıdır. Son gələcəkdən danışdı, amma gələcəkdən də fikir vermək lazımdır. Kifayət qədər işlər gedir də, düzdür? Open banking formalaşıb, işlədilir, instant paymentlar daha genişləndirir, süni intellekt gündən-günə artırlaşır, həyatımızda hər yerdə süni intellektdir. Və sözsüz ki, bu platforma iqtisadiyyatı gücləndirilməsi məqsədi ilə çağırıram ki, belə bu tipli platforma, hansı ki, hamını cəlb edir, belə bir tipli rəqabət ekosistemin arasında olması məcburiyyət qarşısında olsun. Bir dənə də tövsiyəm, burada xarakterli bir yanaşma var ki, banklar üçün əsas fəaliyyət sahəsi sırf fokuslanmalıdır bankların istiqamətində, bankların məhsulunda. Fintechların üstlərində, qeyd dediyim kimi, və platforma üçün şəffaflığın yaradılması, rəqabətliyin düzgün aparılması məqsədi ilə bu tipli platformalar lap artıq olmalıdır. Əsas istiqamət, əsas məsələlər bundan vurğulamaq istəyirdim ki, hər bir təşkilat, hər bir sahə öz işi ilə konkret olaraq məşğul olmalıdır. Hamısını bir yerdə eləyə bilmərsiniz. Onun dalınca getməyin, rəqabətlikdə itirəcəksiniz. Bir dənə xahişim olacaq ki, mən bir biznes tərəfinin düşünüb deyirəm. İmkan daxilində, təşkilatınızın içində güclü tərəfdaş olmaq istəyirsinizsə, güclü rəqib olmaq istəyirsinizsə, ekosistemin üzərində satış platformasını təqdim edən təşkilatlarla tərəfdaşlıq edin. Özünüz o yükü özünüzə götürmün və onda sonda da görəcəksiniz ki, həqiqətən çox effektiv və gələcəkdə inkişaf edən bir təşkilatdan birisi olacaqsınız. Təşəkkür edirəm hər birinizə. Düşünürəm ki, qısa çalışdım, hər şeyi bilirəm. Təşəkkür edirəm Rasim bəy. O deyilən qeyd edilən məsələ ilə əlaqədar qeyd edim ki, təxminən bir 3-4 il öncə Mərkəzi Bank tərəfindən belə bir platforma yaradılmışdı. Axtar bizim pullar az səhifəsi var idi. Və orada bütün bankların həm kart məhsulları, həm depozit, həm kredit məhsulları müqayisəli şəkildə verilmişdi və banklardan da rica olunan o idi ki, özünün yeni məhsul xidmətləri ilə bağlı portalın tələblərinə uyğun bazar məlumatları daxil etsinlər. Amma təəssüflər olsun ki, bazarda bildiyim qədər bu o qədər də belə deyək, aktiv qəbul edilmədi və nəticə etibarilə sonda səhv eləməsə Mərkəzi Bank o səhifəni artıq fəaliyyətini dayandırmış oldu. Yəni, vahid belə bir platforma harda ki, hər şey axtarmaq mümkündür. Bunu bu günləri özü də qeyd edəcək. AI ciddi şəkildə əvəz edir. Artıq həm reklamı olsun, həm promot olsun, həm bütün məlumatları elə Google Search, GPT və s. digər platformalardan almaq mümkündür. Bir məsələ ilə tam olaraq öz şəxsi mövqeyimdə razı deyiləm ki, yəni hər kəs öz işlə məşğul olsun. Bu günləri fintechlər bankın işinə böyüyüb çatmaq istəyir. Eyni zamanda banklar da fintechlərin işi ilə məşğul olmaq istəyir. Yaxşıdır, pisdir, bu zaman və belə deyək də ən gözəl bu xidmətlər alan müştərilərdir. Müştərilər dəyərləndiriləcək ki, kimdən hansı xidməti alsın. Bugün hər birimiz xidmət alan şəxsləri və biz sonda qərar veririk ki, bu xidməti ən gözəl satan, ən gözəl belə də keyfiyyətli xidmət verən kimdir. Böyük bir bank ola bilər, bütün xidmət portfeli ola bilər, amma sonda müştəri ki, mən həmin xidmətlərdən razı deyiləmsə, artıq ikinci dəfə yalnız mən ehtiyacın həmin qapını döyə bilərəm. Əks halda bu xidməti daha gözəl verə bilənlə ünsiyyəti qurmağı, əməkdaşlıq etməyə üstünlük verərəm. Həmçinin də bu davamlı olaraq banklarla bizim apardığımız iş də göstərir ki, biz bankların
bu applicationların xüsusən də daha belə deyək də produktiv, daha innovativ olmasını bildiririk. Amma banklar da deyir ki, zaten biz burada bütün funksiyaları yığsaq da müştəri istifadə etmir və bizim üçün əlavə resursdur. Bunu xərc çəkmə, bunun saxlanması. Yenə də hər şeyi müştəri seçir. Ona görə də sonda qərarlı müştəri verir. Belə təxminən bir qısa komment verdim. Amma mən istərdim ki, zalda bizi dinlədiniz. İstərdim ki, bir 5-10 dəqiqəlik sessiyada bir interaktiv olsun. Suallarınızı ünvanlayardınız. Kim sual vermək istərsə, panel iştirakçıları, mən daxil olmalı, böyük məmnuniyyətin suallarınızı cavablandırardı. Buyurun, təxminən bir 5 dəqiqə, 10 dəqiqə ərzində bir brief sual cavab edərdik. Ramil bəy, burada bir məsələyə toxunum. Bank əməkdaşınız çoxu buradadır. Mən nə fikir verdim? Bayaq banksazın yiyəsi buradadır deyəsən, CEO-su buradadır. Orada otur. Bayaq danışırdım. Deyirdim ki, banklarla danışanda problemlə nə rastlaşırsan ən çox? Mənə maraqlı tərəf oldu ki, niyə satış aparılır? Necə ümumiyyətlə proses qurulub? Ən çox problem, sualınızı bir-birinizə də verə bilərsiniz. Məsələ ondadır ki, ən böyük problem ondadır ki, marketing öz KPI var, sales'ın öz KPI var və digərlərin öz KPI. Bunlar bir-birinə elə bir connection eləmirlər və sonunda kimdə user əziyyət çəkir. Və burada da ona görə suallardan biri sizədir ki, ödəniş aləti qismində çıxış eləyəndə, ödənişi aparanda özünüzün içinizdə sual verirsiniz ki, ödəniş niyə görə keçmədi, niyə decline verdi, hansı alətdən çox istifadə edeyim, müştərinin davranışı nədir? Yəni ki, müştəriyə görə işləyirik. Zaten sığorta təşkilatları olsun, fintechlər olsun və s. Yəni ki, bütün təşkilatların hamısı müştəriyə görə, davranışına görə hərəkət edirik. O hərəkətə görə də özünüz hər bir təşkilat daxildə onu düşünsəz, kifayət edəcək. Tamirlan bəy sual vermək istəyirdi. Mikrofonu verin də zəhmət olmasa. Hiss edirəm, temperatur artır. Hörmətli həmkarlar, hörmətli panel iştirakçıları, hepinizi salamlayıram. Maraqlı mövzulardan danışdıq. AÜS ilə bağlı bir məsələni qeyd etmək istərdim. Daha doğrusu, istərdim ki, həm özümə, həm də dəyərli həmkarlara aydın olsun. Ani ödənişlər sisteminin gələcək inkişafı deyəndə, heç gələcək getmirəm, yaxın növbəti bir 3 ildən danışaq. Növbəti dövrdə NFC əsasında, NFC texnologiyası əsasında ani ödənişlərdə, ödəniş əməliyyatlarının aparılması, həllinin tətbiqi aktual bir mövzudur, yoxsa yox? Yəni, bugünkü gündə Mərkəzi Bankın gündəliyində belə bir mövzu, belə bir texniki həllin tətbiqi dayanıb, yoxsa yox? Çox sağ olun Tamirlan bəy suala görə. Həqiqətən də maraqlı sualdır. Çünki heç kimə sir deyil ki, qeyd olunan NFC texnologiyaların tətbiqindən sonra Apple Pay, Google Pay olsun, artıq bizim üçün QR texnologiyası və yaxud da P2P köçürməsi bir qədər artıq vaxt itkisi kimi görünür və bir sıra beynəlxalq təcrübələrdə məhz ani ödənişlər sisteminə NFC texnologiyaların tətbiqi və yaxud da Bluetooth üzərindən və yaxud da token həlləri üzərindən bunu etmək məhsulları var. Amma bu, belə deyək, qlobal deyil. Çünki burada müəyyən, belə deyək, smartfonların istehsalçıları tərəfindən müəyyən limitlər var. Amma bizdə skopda var, bəli. Mərkəzi Bankın rəhbərliyinin də birbaşa olaraq qarşımıza qoyduğu hədəflərdən biri də məhz ödənişlərin rahatlığının təmin olunması. Yəni, əgər insanlar bugün cibindən çıxıb Apple Pay ödəniş edirsə, onu necə edək ki, həmin ödənişi ani ödənişlər üzərinə etsin və eyni addımları atsın. Və bununla bağlı bizdə daxildə UX-UX komandası da var. Hələ ki, belə deyək, açıqcası desək, biz infrastrukturun qurulmasına fokuslaşmışıq, amma artıq müəyyən bir həddə çatandan sonra bazarda nüfuz etmə, penetration deyək, ondan sonra artıq NFC texnologiyasının gətirilməsi də və tokenizasiya, belə deyək, əməliyyatların həm BKM üzərindən, həm ani ödənişlər üzərinə edilməsi gündəmdədir, bəli, Tamirlan bəy. Təşəkkür. Ирина хочет задавать вопрос.
Thank you. Is it working? Yes. I have a question to Dr. Salmoni. You have had a very interesting presentation about digital assets, the different players in the market. They are obviously using different technologies. My question to you is, how do you see the interoperability among those players? How will they communicate with each other? Thank you. Well, thank you for that question. If I understood you right, you're asking about the interoperability of all these players. Yes, which is exactly. a very good question. The initial idea, of course, was there would be no intermediaries. That's what all these blockchain friends say, right? It just goes directly from me to you if we send each other money. It turns out that isn't the case. There are actually a whole host of, a whole ecosystem that is being built. So I think I showed a slide with that. And the question now is not only how do those interoperate, but how do they operate with traditional finance, with the banks and with stock exchanges and with everything. And that is indeed the process that is currently being worked out. The good news is a lot of these are already in place. I mentioned this is already happening in billions and trillions, so people have worked out by and large how this happens. But there's still a lot of shift possible. I mean, for example, I mentioned that SWIFT may be in a bit of trouble because correspondent banking and the SWIFT network may not be necessary, but SWIFT very smartly is now also working out how to use this new technology and stay relevant. So as everybody is changing their positions, we will also get new connections and new roles for established players. So even the banks who've been only traditionally issuing fiat in banknotes and in bank accounts are now issuing tokens and entering into the new world. But it's a very good question that you pose, and I don't think anybody has the final answer yet, but I'm very optimistic it'll work out okay. If I can add a little bit on that, so actually this brings us to our very point about marrying the current rails and the rails of future successfully. So you cannot avoid that you have the rails today which are running on fiat money, and also you cannot deny the fact that in the future it will be more transfer of digital value. So when it comes to interoperability and with regards to remarks on SWIFT, so we are an industry body and we position ourselves like hub of hubs, network of networks. And one of the main initiatives which have been ongoing is bringing together different digital ecosystems, which we may call them digital islands, so that they can speak to each other. Because if you don't have the scale, then you don't have the leverage to take the value to a broader ecosystem. So we do that with digital trade platforms. We do that with other payment networks so that they can plug into SWIFT and they can operate with each other. So if you look at what has been ongoing, you will read that many well-known payment networks, which are most of the time considered a competitor of SWIFT, but being an industry body, we serve to everyone in the ecosystem. So they plug into SWIFT, and then they have the outreach. They can use the capabilities on the network. So with the ledger that I talked about, which is more related to building futures rails, that is transfer of tokenized deposits or other regulated forms of digital assets. So there we will also play that role actually, so that whatever network is there, whatever regulated network is there, can benefit from the ledger that we are developing. We will be the orchestrating body, so we will not settle the payments over there. Again, it will be up to the platforms that you are talking about. However, we will still be relevant on the orchestration level on the interoperability level. So this is the broader maybe context to add on top of what you have elaborated. Dear speakers,
Thank you for your interesting presentation. Əziz qonaqlar, bizi səbirlə dinlədiyi üçün təşəkkür edirik. Ümid edirəm ki, sizin maraqlarınızı da qarşılamış olduq. Çox sağ olun. Növbəti panel başladığı üçün artıq biz burada bitirək. Təşəkkür edirəm. Sağ olun. Ram müəllim, biz təşəkkür edirik sizə və spikerlərə. Çox sağ olun. Couldn't resist having somebody hold through it sit next to me. Very nice.